Gəl, əsl bağ evi deyirdiniz, gəl. Qardaş, salam aleyküm, hamımıza hörmətli izləyicilər. Şuvalanda yox. Bax, əsl bağ evi sizə tapmışam. 6 sotdur, 6 sot 70, yəni 7 kvadrat. 6 sotdan da yuxarıdır. Sənəddə ya, tam mülkiyyətli, ipotekaya da yararlıdır. Evin də, torpağın da sənədi tam qaydasındadır. Bax, pultla idarə olunan qapı. Balaca kalitka qapısı. Şuvalanda Mir Möhsüm ağadan ziyarətdən, yəni üzü aşağı o istiqamətdə 157 kvadrat evimiz. Otaqlar hamısı genişdir, böyükdür. Baseyn də var, hovuzu da var, hörmətli izləyicilər. 3-ün 6-ya. Çəkirsən, evimizi bir dənə fasad görünüşünü çək. Yəni, illər öncə tikilmiş, şəxsi tikili evdir. Başa düşdünüz də mənə. Həyətinə 5 dənə maşın girmə imkanı var. Burada elə qarajı da var. Bu da axıran otağıdır. Qalxma, yayda gül afrəngi kimi var orada. Məsələn, Raskladuşkadan zatdan vur, yıxıl yat orada özün üçün. Otur orada bir dənə samavar çaydan və çaydan vur geçsin bədənə. Deməli belə, işıqlandırması var. Limon ağaçları, yolka ağaçları. Bura sanuzeldir, hamam tualetidir. Gəl bir dənə arxasını çəkək. Bura hamam tualetidir. Və çəkmə ehtiyacı yoxdur, gəl bura. Buna bax, manqalı var. Əli süyanı var. Buradan həmən o deyən yerə qalxan yer. Zeytun. Hovuzumuzu çəkdin. Evin zirzəmisi var. Padvala düşmək olur. Havalandırması varıdır. Əsl bağ evisi 198 min manat. Start qiymət. Qazı, su, işığı, bütün kommunallar hamısı var. O da su ambarıdır. Bax, fikir verirsin, plastik pəncərələr, havalandırması, su çəni, evin arxası, böyle də boşluq var. Çay ağaçları, hamısı öz qaydasındadır. Getdik. Deməli, bir qonaq otağı, 3 yataq otağı, 4 otaqlıdır. 157 kvadrat, böyükdür otaqlar hamısı. Səliqəli bağ evidir. Kim alsa Allah xeyir versin. Deməli belə, gəl bura. Bura verandadır. Tələsmir, sən yavaş yavaş çəkək. Deməli, buradan da girmək olar evin içinə, buradan da girmək olar. Qapı, pramur, mətbəxdir. Bura qazanxanadır. Arkadaş, burada da mətbəxi var, mətbəx mebeli. Təzə kombi var. Təzə kombi. Buradan girməyəcək, əsas giriş qapısından girəcək.